Kızlar, sizə nə aldığımızı göstərmək istəyirəm. Alina'nın pampersini aldıq. Bu arada Alina Ultra Comfort 5 nömrə işlədir. Yuska getmişdi. Yuskadan da belə bir əslində çamaşır səbətidir bu. Mən bunu Alina'nın oyuncaqları üçün aldım. Baxın, bu formadadır. İndi açdıqdan sonra sizə göstərəcəm necədir. 10 manata aldıq bunu. Bundan sonra Alina analiz verməlidir. Bunun üçün belə bir ləvazimatlar və kitablar aldıq. Qızlar, fikir verdim ki, sizinlə salamlaşa bilmədim. Hər birinizi salamlayıram. Yeni vloguma və kanalıma hər biriniz xoş gəlmisiniz. $9 manat, 13 manat. Alina'nın kitabları. Yeni kitablarımızı da bura qoyuruq. Qızlar, bundan sonra isə sizə aldıqlarımı da göstərmək istəyirəm. Belə qəliblər aldıq, tava aldıq mimoza salatı üçün, amma düzü bunu istifadə etmədim. Himalay duzundan istifadə edirik bu aralar. Bu da ikinci qutumuzda artıq alırıq. Bundan sonra isə salat üçün lazım olan ərzaqları da aldıq və gəldim salatımı hazırladım və bunun videosunu da çəkmişəm. İzləmək istəyənlər üçün Instagram kanalımı burada yazacağım. Oradan izləyə bilərsiniz. Salatımın da görüntüsü bu formada oldu. Çox dadlı alınmışdı. Əsasən də səhəri gün daha da dadlı idi. Məncə bu salatı elə hazırlayıb bir gün saxlasa ya da bir neçə saat soyuducuda saxlasa daha dadlı olur. Burada isə artıq sizə yeni aldığım ştativi göstərirəm. Bunun qiyməti 21 manat idi və bir dənə də işıq almışıq. Onu da göstərəcəm. Onun da qiyməti 15 manat idi. Hamısı birlikdə 36 manat eləyirdi. Sağ olsunlar, bizə dedilər ki, endirim eləyəcəyik. Mən də gözləyirdim ki, nəsə böyük bir endirim olacaq. 3 manat endirim elədilər. 33 manata aldıq ikisini. Nərimanovda yerləşən bir mağazadan aldıq. Onu da deyim ki, keyfiyyətləri də yaxşıdır, pis deyil. İndi açıb sizə tam formada da göstərəcəm ki, necədir. Qızlar, burada Alina ilə uzanmışdıq. Artıq növbəti gündür və növbəti gündən də sizi salamlayıram. Burada isə biz uzanmışıq çünki həkimdən gəlmişdik. Alina analiz verdi. Qızlar, bugün evi bu halda qoyub 1 saat istirahət elədim. Çünki çox yorulmuşdum. Dünəndən həkimlərdəyik. Sadəcə rutin yoxlamadan keçirdik Alina'nın ildə bir dəfə poliklinikada. Ona görə də dünən də getdi, bugün də getdi. Həkimlər elə bil ki, növbələri üst-üstə düşmürdü. Bugün də getdi, analiz verdi. Və evi də görürsünüz nə vəziyyətdə qoymuşam. Səhər tez çıxmışdıq, sonra gəldi, yemək yedi. Alina yatdı. O yatmışkən mən də biraz istirahət elədim Alina ilə birlikdə. Çünki dünəndən çox yorulmuşuq. Və evi də görürsünüz bu formadadır. Burada çox bir şey yoxdur. İstəyirəm başlayım təmizlik işimə. Amma əvvəlcə orada paltarlar var. Onları gətirim, atım yuyulsun. Mən işlərimi görənə kimi paltarlar da həll olsun. Hava da çox gözəldir. Havanı da sizə göstərim. Dəhşət bir hava var. Düzdür, biraz külək də var, amma qəşəng hava var. Və paltarları da sərim ki, indidən axşama qədər qurusunlar. Çəkilişimi də ilk dəfə olaraq ştativimlə edəcəm. Yeni ştativimlə. Çox heyecanlıyam. Boyu 1.80-dir. Məndən belə uzundur. İndi qoşacağım və mən də rahat işlərimi görüm. Artıq başlayıram təmizliyimi etməyə. Əvvəlcə dediyim kimi paltarları atıram ki, paltarlar yuyulsun. Ondan sonra isə mən digər işlərimə başlayım. Əslində bu günlərdə heç halım yox idi ki, vlog çəkim. Bəzən elə həvəsli oluram ki, istəyirəm axşama kimi ancaq vlog çəkim, maraqlı nələrsə çəkim. Amma bu aralar bilmirəm nədəndir. Ya maraqlı heç nə olmur, buna görədir, ya da mən biraz yorulmuşam, buna görədir. Təbii ki, kanalımı filan saxlamaq bu şeylər barədə düşünmürəm.
düşünmürəm. Sadəcə biraz yorulduğumu hiss edirəm. Görə də bu günlərdə maraqlı bir şey tapa bilmədim ki, nə çəkim. Amma ağlımda bəzi ideyalar artıq yaranıb. Növbəti vloqlarda da siz bunları yəqin ki, görəcəksiniz. Burada da evi əslində normalda bu formada qoyub heç vaxt yatmıram. Çalışıram ki, həmişə yemək yedik, qabları yuyum, amma bugün nəsə ürəyim istəmədi. Bir dəfə də belə olsun. Həm də fikirləşdim ki, həmin anda mən buranı yığışdırsaydım, vloq filan çəkə bilməyəcəydim və sizin üçün yenə də bir gün vloqum olmamış olacaqdı. Buna görə fikirləşdim ki, gedək dincələk ən yaxşısı. Bundan sonra isə gəlib həm otağı yığışdıraram, həm də sizin üçün də vloq çəkərəm. Bu aralar həvəsdən düşməyimin bir səbəbi də bundan ibarət ola bilər ki, mənim ştativim qırılmışdı və buna görə də biraz ara verdim və digər ştativlə qorxa-qorxa videolar çəkirdim, vloqumu çəkməyə çalışırdım. Bu da biraz məni bəlkə də həvəsdən salmış ola bilər, amma yeni ştativimi burada görürsüz, artıq onu yoxladım və çox gözəl çəkir, çox gözəl işimə yaradı. Mən qorxurdum ki, çox yer tutacaq, amma hər şeyini ayarlamaq mümkündür və çox rahatdır. Sonra Kızlar, son görüntümüz də bu formada oldu. Demək olar ki, hər yer təmizdir. Bir bu qaldı, yuya bilmədim. Bunları da yumaq istəyirəm. İndi Alinaya su verim.
Alina'nın krizi tutanda çalışıram ki işimi saxlayım, ondan sonra devam edeyim. Sonra da xırda işlərimi gəlib görərəm. Qızlar, bir müddət dincəldim. Əslində elə də çox dincəlməmişəm, amma Alina üçün belə bir yayla şorbası bişirdim. Mən içinə göyərti də qatıram bişdikdən sonra və belə dadı çox dadlı olur. Bundan yedik ikimiz də. İndi isə keçirəm axşam üçün. Kartof qızartmaq istəyirəm sadəcə. Başqa yeməklər də var. Az yeməklər də qalıb. Göyərti də yumuşam belə. Burada artıq yeməyimi hazırlayıram. Kartof qızardıram. Buna da çox gözəl bir salat eləmişdim. Çoban salatı. Sadəcə soğan vurmamışdım. Keçən dəfə hazırladığım zaman soğan mənim mədəmi yandırdı. Buna görə də fikirləşirəm ki, bir müddət soğansız idarə edərəm. Və burada gördüyünüz kimi kartoflarımı qızardıram. Sonrasında sizin üçün çəkə bilmədim. Belə olduğu zaman da fikirləşirəm ki, vloqum yarımçıq alınır. Çünki tam formada çəkə bilmirəm. Amma bunun da müxtəlif səbəbləri var. Gələcək vloqlarda artıq siz dəyişiklikləri məncə görəcəksiniz ki, vloqlar necə də maraqlı olub. Bunu isə bizə zaman göstərəcək. Və burada da artıq qaynanam işdən gəldi və çay süzürəm ikimizə də. Çayım da artıq dəmlənib. Bir qıraqda çayımı qoyuram soyusun. Və bu göyərtiləri əslində yumuşdum. Amma sonradan fikirləşdim ki, birazca da yaxşı yuyum. Çünki bəzi yerlərində göyərtilər o qədər palçıqlıdır ki, yəni nə qədər suda saxlasam da gördüm ki, təmizlənməyən yerləri var. Onları da yudum. Və axşama isə qaynanam belə bir peçenyelər hazırlayırdı və inanın ki, çox dadlı alınmışdı. Əslində başqa cür etmək istəyib xəmiri, amma bu formada alınıb. Amma bu formada da çox dadlı idi. Mən yumurta çəkdim üstlərinə və bu formada da bişirdik. Bundan sonra isə artıq gəlirəm otağa, pasteli dəyişirəm. Bunları isə tam formada sizin üçün çəkə bilmədim. Çünki yanımda Alina var idi və imkan vermirdi ki, mən iş görüm. Ümumiyyətlə bugünü qan analizi vermişdi. Buna görə idi, yoxsa səhər tez durmuşdu. Buna görə idi, bilmədim. Çox huysuz olmuşdu. Qızlar, fikirləşdim ki, Alinanı çimizdirim əvvəlcə. Paltarlarını götürdüm, gəldim. Hər zamanki kimi papağı, mayka və bodisi, çorabı, büdü. Alina da maşallah aktivliyi yerində. Gündə 100 dəfə bəlkə paltar dəyişirik. Ya isladır, ya üstünə nəsə batırır. Bunun içində də pampersi var. Biraz uşaq böyüyəndən sonra, yəni Alina vaxtlarında deyək, belə zamıqlı bir şey daha yaxşı olur. Çünki həmişə açıq qabdan istifadə edirdim. Onun içindəkiləri dağıdırdı, pampersi yerə atırdı. Amma belə bir şey olduqdan sonra, bakın, kitabını gətirdi. Belə bir şey həmişə daha yaxşıdır. Çünki zamokunu aça bilmir. Düzü aça bilir, biraz mənim qorxumdan açmır. Atma yerə. İndi də gedək, hamamı da düzəldim. Bunu da yoldaşıma hədiyyə vermişlər. Kompüterlə bağlı bir şeydir. Mən də götürdüm yoldaşımdan, o istifadə eləmirdi. Pampersləri falan qoyuram içinə.
Neyləsən? Elə də quzum. Ha. Ha, nədir? Kimindir o? Kimindir o? Ha. Biçimdik. Giyindirdir məni. Hə, quşum. Ha, köynəkdir, ha. Ha? Qa. Ha, papaq da var. Qaq. Qızlar, bu arada mən sizə bu dəstimi göstərməmişəm. Təzə almışam bunu. Deməli, Navisdən almışdım 18 manat, təxmini 19 manat. 18 manat 80 qəpik idi deyəsən. Çox gözəldir materialı. Əgər Nərimanovda yaşayanlarınız varsa, mütləq alın. Çünki çox yaxşıdır, keyfiyyəti də yumşaqdır materialı da. Belə baxın, koftası da bu formadadır, qısa qoldur. Əsl bu fəsildə geyinilməli bir paltardır. Yəni onsuz da yaz gəlir, yazda da bunu geyinmək olar. Hər cür rəngi var idi. Sadəcə mən kilolarımdan dolayı belə bir şey aldım. Yəni qara rəngini aldım. Şalvarı da çox gözəldir. Baxın. Həm də boyunuz da uzundursa, ayaqları da uzundur. Mənim boyum 1.60-dır. Yəni boyu uzundur, amma kəstirməyə ehtiyac yoxdur. Yəni boyunuz 1.65 filandırsa, yəni bu çox gözəl qalacaq. Yəni qısa deyil şalvarı. Baxın, uzunluğu bu formada. Qızlar, bu arada da mən saçlarımı qurudum və sizə göstərmək istəyirəm ki, hələ də bundan istifadə edirəm. İçində az qalıb, çalışıram ki, bunu bitirim. Çünki artıq yeni məhsullar filan almaq istəyirəm. Bunu isə bitirmək istəyirəm. Özümə də söz vermişəm ki, bu il köhnə məhsullarımı hamısını bitirəcəm və yenilərini ondan sonra alacağım. Və bu da çox yaxşıdır. Saçınız rahat daranmırsa, bundan istifadə edə bilərsiniz. İndi də saçımı tez qurudum. Əvvəlcə bundan çəkəcəm amma. Benim kimi saç şəkilləndirməyə çox vaxtı olmayanlar üçün kiçik bir tüyo verəcəm. Əgər baxımlı görünmək istəyirsinizsə, yəni hamamdan çıxmısınız, amma saçınızı çox şəkilləndirməyə vaxtınız yoxdur. O zaman sadəcə şotka daraq vasitəsilə saçınızın baxın bu ön hissəsini belə indi sizə göstərməyə çalışaram. Sadəcə o hissəni fenləyirsiniz, bir də arxa hissəsini. Saçınız növbəti yumaya kimi elə bil ki, uklatkalı olacaq. Əsasən də saçı düz xanımlar üçün. Məndə məsələn saçım dümdüzdür. Sadəcə bu hissəni mən fenləyirəm. Yəni necə şəkilləndirirəm. Sadəcə bu daraq vasitəsilə, yəni fenləyirəm bu hissəni. Belə qalxır və növbəti yumaya kimi bu formada da qalır. İndi etməmişəm. Çünki indi normal görünə bilər, amma birazdan saçımın forması filan dəyişdiyi zaman yaxşı görünməyəcək. Ona görə də bunu hər zaman çalışıram ki, edim. Baxın qızlar, dediyim də bu formadır. Arxaya vurdum bir dəfə. İndi üstündən fenlə keçəcəm və saçlarım artıq şəkillənmiş olacaq və daha yaxşı görünəcək. Qızlar, baxın, saçım da hazırdır, bu formada oldu və növbəti bir neçə gün ərzində mən saçımı sadəcə darayıb çıxacağam və saçım yuyulana qədər bu öz formasını saxlayır. Baxın belə, ta ki saçım yağlanana kimi. O vaxta kimi isə belə həcmdə olur. İndi deyəcəksiniz ki, çox fərq olmadı filan, amma mən saçımı yuduqdan sonra fenləməyəndə, yəni saçını şəkilləndirməyəndə bu ön hissəsini quruduqdan sonra saçlarım yapışır bura və çox pis görüntü yaranır. Çox pis görüntü dediyim, yəni saçlarım yapışır sadəcə. Ona görə də belə etdiyim zaman daha həcmli görünür. Vlogumu bura qədər izlədinizsə sizə təşəkkür edirəm. Növbəti vloqlarda və daha maraqlı vloqlarda görüşərik. Hələlik.